Bizə metallar verib, litium, kalsium və alüminium 1 molun tam yanmasına sərf olunan oksigenin həcmini soruşur. Gəlin baxaq, bir-bir yazaq. Litiumun üstünə oksigen gələndə litium oksid, litium 2O. Əmsallaşdıranda bura 2, burada 4 düşür. Burada mən tənasib qursam, normalda 4 moluna 22,4 litr oksigen lazımdır. 1 moluna X olacaq. Buradan X eləcək 5,6 litr. Yəni 1-ə uyğundur Y. Gəldim 2-yə. Bu 1. 2-yə gəlirəm. Kalsiumun oksigenlə reaksiyasını yazıram. Kalsium oksid əmsallaşdırıram. Buradan da 2 mola görə 22,4-dürsə 1 mola görə X-dır. X deyir 11,2 litr. Yəni bu da A da getdi 2-yə. Üçüncüdə yazım. Alüminium üstə gəl O2, alüm 2 O3. Bura 2 yazıram. Bura 3, burada 4. Bunu da həll eləyəndə məsələn buradan baxsaq 4 mola 3 vurulsun 22,4-dürsə 1 mola X-dır. Buradan deyir 16,8 litr. Cavabımız burada da D. Y, A